Az Təsərrüfat MMC-nin Salyan filialı hər il olduğu kimi bu ildə yüksək keyfiyyətli pambıq əkini həyata keçirib. Hazırda sahələrdə bol məhsul yığımı davam edir. Bu il müəssisə tərəfindən Salyan rayonunda 106 fermerlə birlikdə 1196 hektar sahədə pambıq əkini aparılıb. Bununla yanaşı müəssisənin öz təsərrüfatlarında da 2500 hektar sahədə pambıq yetişdirilib. Ümumilikdə Salyan üzrə 3696 hektar sahədə ağ qızıl becərilib. Sabirabad rayonunda isə 79 fermerlə 681 hektar sahədə, müəssisənin öz təsərrüfatlarında isə 500 hektar sahədə pambıq əkini aparılıb. Beləliklə Sabirabad üzrə ümumi pambıq sahəsi 1181 hektar təşkil edib. Neftçala rayonunda 86 fermerlə birlikdə 410 hektar sahədə pambıq əkilib. Ümumilikdə bu il az təsərrüfat MMC 271 fermerlə əməkdaşlıq edərək 2287 hektar sahədə pambıq əkini aparıb. Müəssisənin öz təsərrüfat sahələri ilə birlikdə bu göstərici 5287 hektara çatıb. Az təsərrüfat MMC-nin Salyan filialının təsərrüfat müdürü Asif Əliyev bildirib ki, bu il havaların əlverişli keçməsi və aqrotexniki qaydalara düzgün riayət olunması nəticəsində yüksək məhsuldarlıq əldə edib. Onun sözlərinə görə artıq yığım prosesi uğurla davam edir və fermerlər bol məhsul əldə etməkdədirlər. O həmçinin qeyd edib ki, pambıq yığımına başlanandan bu günədək 5000 tondan çox pambıq yığımı aparılıb. Məhsuldarlığın artması həm fermerlərin zəhmətinin, həm də dövlətin kənd təsərrüfatına göstərdiyi dəstəyin nəticəsidir. Az Təsərrüfat MMC şirkəti olaraq bu illəri 2500 hektar Az Təsərrüfat MMC-yə aid olan torpaq sahəsində əkin aparmışıq. 1196 hektarda mülkiyyətçilərlə müqavilə bağlayaraq təminat göstərib, onlarla pambıq sahəsi əkmişik. Bugünkü nəticələr keçən illərə baxaraq bu ilki nəticələr yaxşıdır. 30-35 arasında inşallah nəticəmiz olacaq. Bu gün Az Təsərrüfat MMC şirkətində 20 pambıq yığan kombay xidmət göstərir. 55 daşıyıcı qoşqu 100 qoşqu lap etdi, 50 daşıyıcı traktor olaraq bugün bütün ərazi boyu yığımda iştirak edilir. Təsərrüfatın sahə aqronomu Mais Quliyev isə bildirib ki, yüksək nəticələrə nail olunmasında vaxtında aparılan suvarma, gübrələmə və zərərvericilərə qarşı mübarizə tədbirləri mühüm rol oynayıb. O əlavə edib ki, bu il əvvəlki illərlə müqayisədə sahələrdə daha keyfiyyətli və bol məhsul yetişdirilib. Ən birincisi bu illəri Az Təsərrüfatın nəzdində əkdiyimiz torpaq sahələrində pambığa üstünlük vermişik. Demək olar ki, bütün aqrotexniki qaydada xidmət göstərilib. İstər əkində, istər şumda, istər aratda, istər becərmədə hamısı öz qaydasındadır və nəticə göz qabağındadır. Bu illəri keçən ilkindən ən aşağısı 10-15 sentin artıq pambıq verəcək. Fermerlər və təsərrüfat rəhbərliyi qeyd edirlər ki, Cənab Prezident İlham Əliyevin pambıqçılıq inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin sürətlə yüksəlməsinə, kənd yerlərində məşğulluğun artmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verib. Bu uğurlu nəticələr Az Təsərrüfat MMC-nin pambıqçılığın inkişafına verdiyi töhfənin və dövlət dəstəyinin bariz nümunəsidir. Könül Kazımova, Səmil Quliyev bugün informasiya proqramı üçün.